Burada bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Siz qeyd elədiniz, e, Vyetnama olan 60-cı illərdə ABŞ-ın müharibəsi, ABŞ-ın İrana gətirəcəyi qüvvələr. Yəni sizcə belə bir müharibə baş versə, belə deyək də, bir quru əməliyyatı baş versə, açıq döyüş baş versə, bunun nəticəsi nə ola bilər? Amerika heç zaman İrana qarşı açıq əməliyyata getməz, quru əməliyyat mümkün deyil. İrana qarşı quru əməliyyat həyata keçirmək üçün 500-600 minlik qoşun birliyi lazımdır. Amerika bu qədər qoşun birliyini özündən uzaq məsafədə həyata keçirəməz. Vyetnam fərqlidir. Vyetnam həcmcə kiçik bir dövlət idi və o zaman Amerika yanlış olaraq düşünürdü ki, Fransanı əvəz etsə, çünki Vyetnam uzun illər Fransanın müstəmləkəsi olub. Fransa oradan çıxdı 2-ci Dünya müharibəsindən sonra. Amerika deyir, asanlıqla məsələni həll edəcəm, amma ilişdi qaldı və xeyli də etki verdi. İran bəli fərqlidir. İranla quru əməliyyatını Amerika başlamaz. İranı boğmağa çalışacaq iqtisadi zəmində. İsraillə İranın da sərhədi yoxdur ki, İsrail quru qoşunlarla İrana hücum etsin. Uzaqbaşı İsrail Livanda hərbi əməliyyatı həyata keçirə bilər, Suriyada. Amma İranla ümumi sərhədi yoxdur. Körfəz ölkələri ümumiyyətlə İranla qarşı durmaya getməz. Birinci Körfəz ölkələrinin düz əməlli orduları da yoxdur. Bunu son hadisələr də sübut etdi. Hər birinə İran raket dron atəşinə tutdu. Biri də cavab verə bilmədi. Vermədi. Onun bir obyektiv səbəbi odur ki, İsrail eyni mövqedə görüşmək istəmədilər. Amma gücləri də zəif. Çünki bu Körfəz ölkələri əslində süni yaranmış dövlətlərdir. Yəni Birinci Dünya müharibəsində Osmanlı İmperiyasının tərkibində oldular. Birinci Dünya müharibəsində süni şəkildə yaranmış dövlətlərdir. Düz özlərinin çəkiləri var indi, amma gördünüz ki, orduları yoxdur, zəifdir. Yəni Amerika olmasa bunlar yəni təslim ola bilərlər. Amerikanın hər birində hərbi bazası var. Düzdür, tam qoruya bilmədi bu son müharibədə Amerika onları. Amma hava müdafiə sistemi heç olmasa raketlərin bir qismini neytrallaşdırır. Xatırlayın 90-cı ildə Səddam bir gün ərzində Küveyti işğal etdi. Küveytin köməyinə Amerika gəldi müttəfiqlərindən və İraqı Küveytdən çıxartdı. Amerika olmasaydı Küveyt indiyənə qədər İraqın işğalı altında qalacaqdı. Eləcə də digər körfəz ölkələri, yəni baxmayaraq ki, çox varlı ölkələrdir, 100 milyardları var neft, qaz hesabına, amma hərbi gücləri zəifdir. Hamısının tamamını İran qədər deyil məsələn. İran amma 79-cu ildən İslam inqilabından bu yana İslam Keşikçiləri Korpusunu yaradı, bəsici yaradı. Çox qəddar qruplardır, etiraf edək. Amma çox da belə güclüdür. Yəni dövlət içində dövlətlər, özlərinin iqtisadiyyatları var. Görün nə qədər Amerika bombardman həyata keçirdi, hələ də bunkerlər var idi. Bu qədər hərbi texnikasını sıradan çıxardı, yenə də var idi. Yəni 79-dan bu yana iqtisadi problemləri həll etmək əvəzinə ancaq hərbi texnika istehsal ediblər. Bunkerlər yaradıblar. Çinin də bəli, Çin də məqsədi odur ki, İran təslim olmasın, İran rejimi təslim olmasın. Çünki Çin qorxur ki, İranda demokratik bir sistem formalaşsa, o Amerika ilə tərəfdaş olacaq. Bu o demək deyil ki, demokratik İran Çindən qopacaq. Yox, Çinlə əlaqələri olacaq. Amma həmin demokratik sistem formalaşsa İranda necə olacağını biz indi deyə bilmərik. Bəlkə də İran federasiyaya döndü, konfederasiyaya döndü və yaxud tam dağıldı. Yəni Rusiya və Çin indiki İranda maraqlıdırlar ki, Amerika ilə qarşı durmada uduzmasın, məğlub olmasın. Çünki İranın deməyək, İrandakı Sepah rejiminin məğlubiyyəti Rusiya və Çinin də geosiyasi məğlubiyyəti demək olacaq. Ona görə də bu sistemin ayaqda qalması üçün bəli, Çin kəşfiyyat, Rusiya kəşfiyyat məlumatlarını da Sepahla bölüşəcək. Amma belə deyək də, maliyyə yardım etməyəcəklər. Məsəl üçün, Çinin İranla 400 milyard dollarlıq bir ticarət sazişi var. 25 ilə ünvanlanmışdı ki, 25 il ərzində Çin bu qədər yatırım qoyacaq. Amma bu yatırımları etməyəcək hal-hazırda Çin. Çünki Çinin təminatı yoxdur ki, İrana qarşı yenə də müharibə başlamayacaq. Müharibə başlayan apara heç kim yatırım qoymaz. Və belə bir İran problemlə üzləşir. Çox sağ olun, təşəkkür edirəm. Elxan bəy, Cavanşir bəy, sizinlə davam etmək istərdim. Bildiyimiz kimi, hal-hazırda yeni dünya nizamının 5-ci, daha doğrusu 4-cü dünya nizamının qurulması prosesi davam edir. Sizcə Avropa İttifaqının yeni dövrdə, yeni dünya nizamında ABŞ-la deyil, Çinlə müttəfiqlik etməsi və hətta bu nüansda qeyd etmək istərdim ki, ABŞ-ın da burada istəyi Çinin bir kəmər bir yol layihəsini əslində zəiflətmək, uğursuzluğa düçar etməkdir. Sizin düşüncələriniz nələrdir? Sizcə yeni dünya nizamında Avropa İttifaqının müttəfiqi ABŞ olacaq yoxsa Çin? Bu Avropa İttifaqı əslində bir növ ən mümkün olan, yəni politoloji yox, ən mümkün olan ən sadə dildə desək, sanki Avropa İttifaqına bir şillə dəydi, Avropa İttifaqı ayıldı. Yəni bu Mark Rutte, NATO'nun baş katibi də bu yaxınlarda belə bir bəyanat vermişdi ki, əgər Trump olmasaydı
kim zəmanət verərdi ki, İspaniya kimi NATO müttəfiqləri ümumdaxili məhsuldan müdafiə büdcəsinə deyək ki, NATO-ya daha çox pul ayıracaq. Bunun heç bir zəmanəti yoxdur. Kim zəmanət verəcək ki, Avropa bu qədər silahlanacaq və özünü müdafiə etmək üçün müxtəlif layihələr, proqramlar hazırlayacaq. Bu qədər silahlar alacaq, ordusunun sayını artıracaq. Bunun həqiqətən də zəmanəti yox idi. Yəni, Trump əslində bir fiqur deyil. Trumpizm bir ideoloji bir xəttdir. Qərbi sanki yatmış qərbi qış yuxusundan oyatdı. Ki, Amerika Birləşmiş Ştatlarında sol yönümlü demokratlar, Avropada ittifaq daxilində demək olar ki, hər yerdə solçuların, bir-iki Polşa kimi istisnaları çıxaram. Amma əksər ölkələrdə solçuların, sosial demokratların hakimiyyətdə uzun illər olmağı, belə deyək, o Fukuyama'nın məşhur tezisi var, yəni tarixin sonu. Yəni hər şeyin bitdiyinə, artıq konstruktivizmin belə deyək, bərqərar olmalı olduğuna, artıq ticarətin, qarşılıqlı multikultural dəyərlərin alış-verişinin, rifahın, sosial rifahın, mədəniyyətin yüksəlişinə inanmaları fonunda silahlanmaya pul ayırmadılar. Yəni, özləri etiraf edirlər ki, biz Amerika Birləşmiş Ştatları olmadan özümüzü Rusiyaya qarşı qoruya bilmərik. İndi silahlanırlar, indi güclənməyə çalışırlar və bilirsiniz ki, Ukrayna 809 minlik aktiv güclü ordusu var, artıq özü istehsalatla məşğuldur ki, bu yaxınlarda cənab Zelenskinin səfəri oldu, bizim cənab prezidentlə görüşdülər. Yəni, Körfəz ölkələri ilə getdi, müqavilələr bağladı. Yəni, Ukrayna hardan haraya gəldi və Polşa nə qədər sürətlə artıq mülki əhaliyə də orada təlimlər keçilir. Böyük bir müharibəyə hazırlıq gedir. Eyni şəkildə Fransada addımlar atılır, Almaniya ordusunu artırır və s. Yəni, deməzdim ki, burada Avropa Çinə və ya Rusiyaya meyillənir. Bu yaxınlarda bu Ursula von der Leyen bəyanatı oldu ki, biz Çindən, Türkiyədən və Rusiyadan özümüzü qorumalıyıq. Avropa İttifaqı olaraq, Avropa olaraq. Yəni, bunların təsirindən özümüzü qorumalıyıq. Əslində, Trumpizm daha doğrusu bir ideoloji xətt kimi transatlantik məkanda əslində bir şilliyə səbəb olub, bir oyanışa səbəb olub. O baxımdan biz dırnaq için alıram, kollektiv qərbin əslində mənəvi olaraq gücləndiyindən danışa bilərik ki, Ukrayna müharibəsi fonunda İsveç və Finlandiyada NATO-ya girdi məsələ. Yəni, bir silahlanma var, bir oyanış var. Qaldı ki, Çinlə Amerika Birləşmiş Ştatlarının rəqabətinə Elxan bəy çox doğru qeyd elədi ki, bəziləri deyir ki, dollardan imtina eləmək və s. yuan. Yəni, yuan kimə lazımdır? Yuan, bütün dünya, mən belə bir statistika görmüşdüm ki, bütün rezervlərin sadəcə 2% yuan üzərindəndir. Amma minimum 58% dollar üzərindəndir. Yəni, sən dollardan belə asanlıqla deyək ki, imtina eləyə bilməzsən. Amma İranın petrodollar sisteminə eynən Qəddafi kimi, Saddam Hüseyin kimi, Maduro kimi bir baş qaldırması, bir müqavimət göstərməsi müxtəlif yollarla Çinə sərf edirdi, İrana da sərf edirdi. Məsələn, bu dəniz blokadası səhv eləmirəmsə 420-430 milyon dollar İrana hər gün ziyan vurur. İran oradan neft satmalıdır. Yəni, o İrana çox ciddi iqtisadi təzyiqdir bu. Ki, Elxan bəy çox doğru qeyd elədi ki, əfsuslar olsun, Azərbaycanda bəziləri belə iddialar səsləndirirlər. Qardaş Türkiyədə ki, İran qələbə qazandı. İran nəyin qələbəsini qazandı? Liderləri, 100-ə yaxın lider öldürülüb. Orduları nə gündədir? Yəni, dəniz donanması, hava hücumundan müdafiə sistemləri məhv edildi. 300 milyard dollara yaxın itkisi oldu. Və bu gün də dəniz... Açıq dənizdə olan, ABŞ-ın açıq dənizdə olan Hörmüz dənizində blokada aldığı hərbi dəniz qüvvələrini belə imha eləyə bilmirlər. Onları vura bilmir, onları məhv eləyə bilmir. O gücü yoxdur, yəni. Hətta açıq demək istəmir də. Yəni, ən azından mənim qənaətim budur. Yeni bir müharibə istəmir. Sadəcə elə görüntü yaratmağa çalışır ki, yox, mən məğlub olmadım. Biz qarşılıqlı iki suveren dövlət kimi oturmalıyıq masaya və sən mənim də maraqlarımı nəzərə almalısan. Hörmüz boğazında mənim suveren, belə deyək, imtiyazlarımı legitimləşdirməlisən, tanımalısan. O baxımdan, yəni bugünkü hal-hazırki böhran, mənzərə onu deməyə əsas verməz ki, İran burada qalibdir. Hardasa İran nəsə qazana bilər bu halda ki, Amerika Birləşmiş Ştatları dəniz blokadasını qaldırar, İranın müəyyən şərtlərini qəbul edər, belə deyək. Çəkilər geri, İran yenə neft satmağa davam edir, rejim də heç dəyişməz. Uzun müddətli perspektivdə biraz bəli, bir 10 il, 15 il bəlkə də ərzində İranın müəyyən qazancları ola bilər. Amma o belə yenə müvəqqəti xarakter daşıyır məncə. Ona görə də burada İranın qazancından
İranın müharibəni qazanması iddiaları bir növ qeyri-obyektiv, yəni sanki emosional iddialar olaraq görürəm mən bunu, həm Türkiyədə, həm Azərbaycanda. Amma Amerika Birləşmiş Ştatları tam istədiyinə nail olubmu? Hələ ki yox. Sadəcə təzyiq etməyə davam edir istədiyini almaq üçün. Burada yenidən İlxan bəyə qayıtmaq istərdim. Burada İranla müzakirələrin əsas mövzularından biri də uranın zənginləşdirilməsidir. İlxan bəy, sizin bu məsələdə fikriniz nədir? Sizcə bu məsələdə bir orta yol tapıla bilərmi? Rahat həll olunması məsələlərdən biri məhz uranın zənginləşdirilməsi ilə bağlıdır. İrandakı bu rejim, separ rejimi, yəni bir addım atsa məsələ həll olunar. Çünki onsuz da Trampdan əvvəl razılaşma var idi ki, İran müəyyən həcmdə uranı zənginləşdirir. İki tələb var da, uranı az zənginləşdirsin və zənginləşdirdiyi uranı üçüncü dövlətlərdən birinə təhvil versin. Burada İran bu addımı atmaq istəmir. Halbuki bu rahat həll olunması məsələdir. Bu məsələdə razılıq əldə etmək olar. Yəni yetər ki, Sepah düzgün qərar versin. Amma Sepah ilə ki, Amerika ilə kəllə-kəllə gəlir. Yəni Hormuz boğazı ilə bağlı da əslində razılaşma mümkündür. Çünki müharibədən əvvəl belə bir problem yox idi. Bu problem müharibə dönəmində və ondan sonra yarandı. İran öz tərəfindən belə deyək, giriş-çıxışı qapatdı, nəzarət edəcəyini söylədi, rüsum alacağını dedi. Ondan sonra da Amerika çıxış tərəfdən mühasirəyə aldı. Halbuki İran bu məsələdə də geri addım atsa, bu məsələ də çox sadə həll oluna bilər. Uran zənginləşdirməsinə gəldikdə İranın tələbi budur ki, güya tibbi məqsədlər üçün uranı güya zənginləşdirmə. Amma bu nə tibbi məqsədlərdir, bunu heç kimə də izah etmir. Yəni çünki şübhə var ki, yenidən gizli mərkəzlər yaradıb uranı orada zənginləşdirir. Həm də İrandakı rejim uranı niyə zənginləşdirib atom silahı əldə etmək istəyir? Bunun sadə səbəbi var. Əsas düşməni İsrail, etiraf etməsə də İsrailin nüvə silahı var. İran düşünür ki, İrandakı rejim düşünür ki, mənim də nüvə silahım olsa, hamı məndən hesablaşır. Məsələn, Şimali Koreyanı götürün, nüvə başlıqlı raketləri var, heç kim ora hücum eləməz. Ona görə İran da düşünür ki, İrandakı rejim də düşünür ki, baxmayaraq ki, deyirlər güya İslam dininə ziddi atom silahı, fətva var. Yəni ona qalsa Pakistan da İslam Respublikası atom silahı, nüvə silahı var. O Pakistanın da ona görə nüvə silahı var ki, rəqibinin Hindistanın nüvə silahı var. Eyni ilə İrandakı rejim də eyni düşünür ki, İsrailin nüvə silahı məmnun olur. Amma burada problem nədədir? İranın nüvə silahı olsa bu dünya üçün böyük bir fəlakət deməkdir. Bu nüvə kim zəmanət verə bilər ki, bu nüvə silahı onun proksi qüvvələrin əlinə keçməyəcək. Hamas, Hezbollah və onlar da bundan öz düşmənlərinə və yaxud İsrailə qarşı istifadə etmir. İsrail belədir ki, İsrail nə qədər tənqid olunsa da, amma nüvə silahını heç kimə verməz. Amma İranla bağlı bunu demək olmur axı. Hezbollah, digər qruplar İranın təsiri altındadır. Ona görə Amerika və Avropa ölkələri, qərb ölkələri İranın nüvə silahı əldə etməsini ələ edir. Bunu da dayandırmanın yolu uranın zənginləşdirilməsinə imkan verməməkdir. Əgər İran həqiqətən səmimidirsə, atom silahı əldə etmək istəmirsə, onda bu qədər uranı zənginləşdirmək onun nəyinə lazımdır? Əgər uranı zənginləşdirirsə, deməli gizli bir hədəf var, o da nüvə silahı əldə etməkdir. Çox sağ olun. Dəyərli fikirlərinizə görə təşəkkür edirəm. Canşir bəy, son iki sualı verib artıq istərdim efirimizi sonlandıraq. Bildiyimiz kimi İranın Xarici İşlər Naziri hal-hazırda Rusiyada da səfərdədir. Sizcə bu səfərin məqsədi nədir? Yəni bu haqda bir məlumatınızı almaq istərdim. Rusiyanın bildiyimiz kimi Ukrayna ilə zaten başı böyük bir bəladadır. Əfqanistanda SSR dövründə girdiyi kimi girib Ukraynaya artıq geri addım ata bilmir, irəliləyə də bilmir. Artıq İlxan bəy də dediyi kimi 5-ci ilə keçid etdi. Sizcə burada İran Xarici İşlər Nazirinin Rusiya səfərinin məqsədi nədir? Ən sadə desək, kömək istəməyə gedib ki, yəni nə edə bilərik? Siz nə edə bilərsiniz? Hal-hazırda bir proses gedir, atəşkəs var. Razılaşma əldə olunacaq. Bizim əlimizi masada necə gücləndirə bilərsiniz, nə edə bilərsiniz? Çünki əvvəllər şərq-qərb bloku deyirdilər. İndi yeni terminlə Elxan bəy bilər, qərb və digərləri deyirlər. Yəni bu digərləri Çindir, digərləri Rusiyadır, digərləri İrandır və onlarla əməkdaşlıq edən müxtəlif rejimlərdir. O cümlədən regional belə deyək, proksi gücləridir və s. və ilə axır. Afrikada, Yaxın Şərqdə və s. Yəni o baxımdan burada əslində
sadəcə Elxan bəy qeyd elədi ki, Çinin maraqlarına zidd rejimin düşməsi Rusiyanın da maraqlarına uyğun deyil. Yəni hər halda onlar bir növ İranı yaxın şərqdə bir bufer zona kimi görürlər. Bir bufer zona kimi görürlər. Necə ki, Sovet İttifaqı Qərb Osmanlını 19-cu əsr boyunca, daha doğrusu Qərblə Rusiya, Rus imperiyası 19-cu əsr boyunca Osmanlını, daha sonra isə müəyyən mənada Türkiyəni bir bufer zona kimi görürlər. Ona görə həmişə Türkiyə biri hücum edəndə digər Türkiyənin və yaxud da Osmanlının köməyinə gəlir. Bu gün Türkiyə NATO müttəfiqidir. Ukrayna üzərindən Rusiya ilə mübarizə davam edir, Qərbin. Hər nə qədər Trumpizm ideologiyası altında sanki yəni Amerika Birləşmiş Ştatları və Qərb Ukraynaya da dəstəyi kəsibmiş kimi görüntünü yaratsalar da fərqli vaxtlarda əslində Ukraynaya dəstək davam edir və Rusiya ilə mübarizə davam edir. Və bu gün də İranla, yəni bu kontekstdə Ərəb ölkələrinin əksəriyyəti ilə müttəfiqdir ki, bayaq Elxan bəy yaxşı qeyd elədi ki, onlar süni dövlətlərdir. Məsələn, İraqı Gertrude Bell əlində bir A4 kağızında, bugünkü dillə desək, cızmaqara eləyib, xəritəsini çəkib məsələn. Yəni, onlar süni və dünən yaranmış dövlətlərdir və demək olar ki, orduları yoxdur. Yəni, onların, hətta Trump bir dəfə onu məsxəriyə qoymuşdu ki, silah veririk, helikopter, təyyarə, bunların pilotu yoxdur. Yəni, və yaxud da başqa bir silah veririk, istifadə edə biləcək mütəxəssisləri yoxdur, bir texnologiya veririk, mütəxəssisləri yoxdur. Yəni, burada aktor, regional aktor orada İrandır və İranı da kifayət qədər zəiflətdilər. Bir 10-15 il, yəni rejim qalsa belə özünə gələnməz ki, bayaqki fikirlərə qatılıram ki, bəli, bu sosial-iqtisadi vəziyyət sonra nə olacaq? Yəni, bu yanvarda bəzi mənbələrə görə 10 minlərlə, yəni bəziləri 5 min deyir, bəziləri 10 min, bəziləri 30-40 min. İnsanı, aksiyacılarını öldürdülər. İndi bu müharibə tutaq ki, dayandı. Lap İran müəyyən dividendlər qazandı. Lap sülh bağlandı. Tutaq ki, yəni bir xəyali olaraq düşünək. ABŞ da blokadanı qaldırdı, ABŞ. Sonra, yəni bu İranın iqtisadi, sosial vəziyyəti necə olacaq? Yəni, bütün bunları hesaba qatanda görürük ki, əslində böyük bir geosiyasi mübarizənin bu sadəcə bir epizodudur və sualın konkret cavabı budur ki, Qərb və digərləri, yəni Rusiya, İran, Çin arasında mübarizə gedir və bu gün də İran Xarici İşlər Naziri Rusiya prezidentinə bu sualı verməyə gedib ki, bizim üçün nə edə bilərsiniz? Mən bu cür düşünürəm. Çox təşəkkür edirəm. Son olaraq bu sualımı Elxan bəyə yönləndirmək istərdim. Bildiyimiz kimi Avropa İttifaqı artıq bir hərbiləşmə belə deyək, moduluna başvurdu. Çünki ABŞ-la arasının pozulması və ABŞ-ın hər dəfə bunu Trump bildirir ki, mən NATO-dan ayrılacam. Bu belə deyək də, bu münasibətdə də Avropa İttifaqı artıq özünün ordularını yaradır. Almaniya böyük məbləğdə vəsait ayırıb, digər Avropa ölkələrdə həmçinin eyndə. Bugünkü gündə də Türkiyə ilə münasibətləri gücləndirirlər bu müstəvidə. Sizin bu belə deyək, münasibətlər barədə düşüncələriniz, bu münasibətlərin Avropa İttifaqı ilə Türkiyə münasibətlərinin gələcək perspektivləri haqqında düşüncələriniz nələrdir? Avropa İttifaqının ümumi ordusu ideyası Fransaya məxsusdur, amma bu mümkün deyil. Yəni, NATO var. Heç adi bir şeyi həll eləyə bilmədilər. Amerika prezidentini dəfələrlə dedi ki, hərbi büdcəmizi, hərbi xərclərimizi 5%-ə gətirib çatdırın, eləmədilər. Niyə? Çünki 2-ci Dünya müharibəsindən sonra komfort həyata öyrəşiblər Avropa dövlətləri. Sosial problemlərin həlli, insanların müxtəlif məsələləri həll edirlər. Doğru siyasətdir. Bəs hərbi xərclər? Amma elə bir məqam yetişdi ki, Rusiya Ukraynaya hücum etdi və Avropa bu təhlükəni gördü ki, Ukraynadan sonra onlara da hücum edə bilər. Ona görə biraz alternativ yollara başvurdular. Amma orada yarada bilməyəcəklər. Belə bir imkanları da yoxdur. Uzaqbaşı Almaniya və digər dövlətlər hərbi xərclərini artıracaqlar. Almaniya 2-ci Dünya müharibəsindən sonra hərbi xərclərini artırmırdı, amma indi məcburdur. Yaponiyada 2-ci Dünya müharibəsindəki məğlubiyyətdən sonra Amerika ona qadağan etmişdi hərbi xərclərini artırmağı. İndi Amerika özü Yaponiyaya deyir ki, icazə verirəm hərbi xərcləri artırır. Çünki Çin təhlükəsi var. Rusiya ilə Çin, Yaponiya sahillərinə yaxında birgə hərbi təlimlər keçirirlər. Belə imkanlar var. Amma xüsusi olaraq Avropa ordusu olmayacaq. NATO'dan da Amerika çıxmayacaq. Trump demək də deyil. Konqresin qərarı olmalı. Bu bir. İkinci, NATO'nun müxtəlif mexanizmləri var ki, Amerika oranı tərk etmək istəməz. Bu iki. Üçüncü, Amerikanın Avropada hərbi bazaları var.
NATO-dan çıxsa onlardan da məhrum ola bilər ki, o bazalar Amerika üçün lazımdır, super gücünü göstərmək üçün və yaxud dünyanın hansısa məntəqələrində hərbi əməliyyatlar həyata keçirməkdə o bazalar Amerikanın işinə yarır. Sadəcə Trump NATO-dan narazı qalıb, Trump da şoumendir. Bu fikirləri deyir, Trump NATO-nu tərk edirəm, amma Trump 3 il prezidentdir hələ. Trumpdan sonra kim gələcəksə NATO ilə əməkdaşlığa da davam edəcək.